Salamlayıram mərkəzi müəllimlər. Bu günləri sizə suallarınızın cavablarını, izahını verəcəm. Öncə izah edeyim ki, suallarınız daha çox bu mövzu ilə bağlıdır ki, hüquqi savadlılıq çərçivədən çıxarılıbmı? Hüquqi savadlılıq çərçivədən çıxarılmayıb. Time 2026 nəşrində də siz bunu görə bilərsiniz ki, kurikulum nədir? Daha sonra kurikulum terminlərinin təsviri, dövlət standartları və təhsil verənin etik davranış qaydaları öz əksini tapır. Digər istiqamət göstərilir ki, təhsil qanunu yoxdur müəllimə. Bəli, təhsil qanunu mövzusu isə hər bir müəllim bilir və mütləq şəkildə öyrənməlidir də. Öyrənmək üçün də köhnə videolara və köhnə nəşrlərə baxıb öyrənə bilərsiniz ki, bu bir o qədər önəmli deyil. Sadəcə müəllimin, şagirdin və valideynlərin hüquq və vəzifələrini bilmələri göstərilir və həmçinin də təhsilin pilləsi, səviyyəsi, təhsil forması və təhsil alma formaları açıq-aydın şəkildə izah edilir. Sadəcə olaraq testlərdə hüquqi savadlıq 1-2 dənə testdə öz əksini tapa bilər. O da situasiya tipli göstərilir. Keçid alırıq digər. Deyirlər təfəkkürün növləri. Biz təfəkkürün növlərindən keçmişik məntiqi, tənqidi, yaradıcı. Daha sonra yeni əlavə olunub praktik, produktiv, abstrakt və analitik təfəkkür. Bunları qısa şəkildə sizin üçün izah eləyəcəm. Əsasən biz deyirik məsələn produktiv təfəkkür aydın deyil. Produktiv təfəkkür deyəndə yadda saxlayın. Produkt sözünün mənası məhsul deməkdir. Məhsuldarlıq. Biz bu sözə ilk dəfə rast gəldik həyati bacarıqlarda. Deyirdik ki, produktivlik həyati bacarıqlardan biridir. Vaxtımızı alan qeyri məqamlardan, qeyri şeylərdən uzaqlaşıb, bizə verilən vaxtdan səmərəli istifadə edərək produktivlik nümayiş etdirə bilərik. Bu nə deməkdir? Situasiyalarla Time 2026 öz əksini tapıb və mən də sizin üçün qısa şəkildə izah edim. Əgər bir şəxs hər gün eyni şəraitdə gecikir və düşünür ki, mən nəyə görə işə gecikirəm və yaxud mən nəyə görə dərsə gecikirəm və yaxud da niyə görə mən bu yazını yazıb sona çatdıra bilmirəm, mən bu layihəni niyə sona yetirə bilmirəm. Burada səbəb bilirsiniz nədir? Hər bir şeyə diqqət yetirir, bəli, mən vaxt ayırıram, çalışıram, lakin mən bunu niyə sonlandıra bilmirəm və nəhayət ortaya çıxır ki, ya telefona çox vaxt sərf edir, ya telefona əlinə götürərkən hansısa sosial şəbəkədə, platformada vaxtını sərf edir. Buna görə də ardıcıllıqla işini görsə belə, planlı şəkildə işini görsə belə, arada götürülən həmin o boş vaxtı telefona, belə deyək, vaxtımızı alan bəzi məqamlara sərf edir deyə məhsuldarlıq aşağı düşür. Bu da o deməkdir ki, burada iki cür yanaşma var. Reproduktiv nədir? Daim mən bu işi təkrarlayıram, amma yenə də ortada məni qane edici bir nəticə yoxdur. Amma produktiv nəticə yenilik tapmaqdır, yeni bir yol tapmaqdır. Mənə mane olan məqamı araşdırıb tapıb onu aradan götürməkdir ki, burada məhsuldarlıq, yəni sözün əsl mənasında istədiyimiz nəticənin alınması baş versin. Keçid alırıq praktik təfəkkürə. Adından göründüyü kimi, praktik nə deməkdir? Yəni, vəziyyətə uyğunlaşır, dərindən öyrənməyə çalışır, problemi araşdıraraq həll eləyir. Məsələn, orada bir situasiya var idi, elə 2026-da çox gözəl bir situasiyadır, anlayacağınız. Deyir ki, büdcəmizdə 120 manat pul var və bütün şagirdlərin ekskursiyaya getməsi üçün elə bir siyahı tutun, elə bir plan qurun ki, bütün şagirdlər ekskursiyada iştirak edə bilsin. Büdcənin düzgün bölünməsi, belə bir tapşırıq verilir şagirdlərə və yaxud da biz hamımız getməliyik, amma sinifimizdə olan şagirdlər həmin avtobusa yerləşəcəkmi ya yox? Bu şəkildə bir düşünmə olaraq problemi həll eləməyə çalış. Yəni, vəziyyət budur, mühit budur, əlimizdə olanlar budur. Lakin bu mühiti, bu vəziyyəti nəzərə alaraq hansı alternativlər, hansı qeyri-standart yollar tapa bilərik ki, biz burada lazım olan istədiyimizi, məqsədimizi həyata keçirə bilək. Praktik də o deməkdir ki, burada qərar vermə bacarığı, fikir əsaslandırma bacarığı, düşünmə bacarığı, problem həll etmə bacarığı şagirdlərdə formalaşdırılır. Yəni, vəziyyətə uyğunlaş, problemi dərindən anla, araşdır və alternativ, səmərəli yollar tap. Keçid alırıq digər təfəkkür növü
abstrakt təfəkkürə. Abstrakt təfəkkür nə deməkdir? Əsasən dil köməkliyi ilə formalaşır. Necə? Bir vəziyyəti anlayırıq, anladığımızı necə göstəririk? İzah etməklə, nümunələr gətirməklə, öz sözlərimizlə ifadə eləməklə ümumiləşdiririk. Deməli, biz nə etdik? Əgər bir vəziyyəti, bir hadisəni, bir mətni anlayaraq izah eləyə biliriksə və yaxud 2 dənə söz qoyulub, bunları müqayisə edib mənfi müsbətlərini, oxşar və fərqlərini deyə biliriksə, demək ki, bizdə abstrakt təfəkkür geniş inkişaf edib. Abstrakt təfəkkür dərindən anlayan bir idraki bacarıqdır. Çalışır ki, vəziyyəti anlasın, onun məzmununu dərk eləsin və müxtəlif yollardan özünü belə deyim, göstərsin. Yəni, şagird lazım olan məqsədə çata bilsin. Çalışmalar olur, deyirlər, məsələn, 2 dənə obraz verilir, oxşar və fərqli cəhətlərini tapın. Bu özü də bir abstrakt təfəkkürdür. Keçid alırıq analitik təfəkkürə. Analitik təfəkkür, belə deyək, tənqidi təfəkkür də var burada, məntiqi təfəkkür də var burada, yaradıcı təfəkküründə müxtəlif açar sözlərinə rast gələ bilərsiniz. Amma bir şeyə diqqət yetirin ki, analitik təfəkkür nə edir? Analitik təfəkkür sübutlara da əsaslanır, analitik təfəkkür səmərəli yollar da axtarır, tapır, analitik təfəkkür alternativlərdən də çıxış edir və analitik təfəkkür o deməkdir ki, vəziyyətə bir baxışdan baxmır, müxtəlif baxış bucaqlarından baxır, vəziyyəti anlayır və həmin problemi həll eləmək üçün bir neçə istiqamətdə çalışır. Müəllimlər, təfəkkürün növləri çətin deyil. Sadəcə olaraq açar sözlərlə, özünüz üçün müəyyən situasiyaları qeyd eləməklə və həqiqətən də Time 2026-nın situasiyaları çox gözəldir ki, siz anlayıb onu rahatlıqla yadda saxlayasınız. İnşallah indi test bankı da çıxar ki, bu sizin köməyinizə yetəcək. Digər istiqamətimiz nədən asılıdır? Digər istiqamətimiz olacaq, yeniliklər sizi çaşdırır. Yeniliklər heç də sizi çaşdırmasın. Situasiyalara diqqət yetirərək də öyrənə bilərsiniz. YouTube-da da izahlarımız olacaq və həmçinin də məsələn, biz sosial-emosional öyrənmə keçirdik, indi Kassel keçirik. Kasseldə akademik nəticələr də nəzərə alınır. Yəni, sosial-emosional öyrənmədən fərqi bu olur. Cüzi bir şəkildə mən bunu sadə bir şəkildə izah eləyirəm. İnşallah ki, geniş şəkildə də izahını verəcəm və həmçində əvvəl də etmişəm bu mövzunu. SWOT analizidir. Eynən smart texnologiyasına bənzəyir. Hər bir hərf açılışını təqdim eləyir və biz burada analiz edirik şagirdin səviyyələrini, nə dərəcədə anlayır, necə başa düşür, necə istiqamətlənir və ən əsas məqam da odur ki, biz bunu analiz kimi desəydi, sanki elə işi solu kimi də nəzərə ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Belə videolarımız çox olacaq. Kanalımıza abunə olun ki, xəbər tutasınız yeni paylaşımlarımızdan və dərslərimizə də qeydiyyat davam edir. Göstərilən nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.